Təbrik edirəm. Pis değildi. Pis değildi. Pis değildi. Ha, yaxşı değildi yani. Baldız süper idi. Süper. Gəlin də yaxşı idi. Bir gənə çirkin idi ama yaxşı idi. Pis değildi. Gedər, hə. Kürəkən Rus demiş, kak sigdə də qalır ortada, bilmə neynəsin. Amma anası bitkə xoş deyən kimi də oradan da oğullar sevinir ki, ay Allah, çox şükür. Sujet özü ailə məişət sujeti idi. Mən təbrik edirəm sizi. Mən uğurlar arzulayıram. Pis demirəm. Pis deyil. İndi komanda gələcək, ikincisine də baxandan sonra adam öz fikrini daha dəqiq deyəcək. Biz izlediğimiz video sujetle burada gördüğümüz səhnəci ayrı-ayrı bir şeyler idi. Bağlayardılar bir-birinə, çox gözəl olardı. Səhnəci ayrı idi, onun səhnəci ayrı idi. Nərmin xanım qonaq kimi dəvət olundu, o ayrı idi. Üç fərqli tapşırıq vermiş. Bir-birinə əlaqəsi yoxdur. Xeyr deməmişlər, biz komanda olaraq 3 tapşırıq verdik. Bunu birləşdirməyə görsən də asad bir variantı vardı. Sadəcə eləmədi. Amma səhnəciyin də sonluğu var. Coşqun mənim danışırım. Musiqi nömrənin də sujeti var. Yox, mən heç şey demirəm. Mən də pis Biləsən ki, sən bu dediklərin heç biri keçərli deyil, xahiş edirəm. Aha, qollarınızı çirmələyirsiniz, Rəfai müəllim. Bu, çox üzr istəyirəm. Sumqayıt həmişə seçilən komandalardan olur. Çox yaxşı oynadınız. Çox yaxşı oynadınız, çox yaxşı oynadınız, çox yaxşı oynadınız. Oyundan gedirsə söhbət, o situasiyanı bizə çatdırdınız. Hamınız çatdırdınız. Yəni, kim nə oynamalı idi, nə mesaj verməli idisə, hamısını çatdırdınız. Amma aması nədən ibarətdir ki, özünüz zaldan, tamaşaçıdan gələn gülüşü aldınızmı, o enerjini, yoxsa yox? Tam yox, amma 50-50. 50-50. Sadəcə olaraq burada da vəziyyət, Kübra xanım da bayaq dedi, mən də deyirəm, növbəti komandanın çıxışından sonra hər şey bəlli olunacaq. Hələ ki, əlasız. Əlasız. Hələ ki, əlasız. Yəni, təbrik edirəm sizi. Haqsız bir söz demədim. Yenə deyirəm, burada şərt o deyil, üzünüzü qıxdınız, makyajı elədiniz. Mən, məsələn, burada lazım olan evin o atmosferi. Gördüm atmosferi, yəni ki, ev idi, paltarlar tökülü idi, nə bilim. Bunu da aldım, qrimi də təsdiqləyən oyunu da aldım, gənə deyirəm, oxundu. Yəni, yazdığınız kitab oxundu, belə deyək. Təbrik edirəm, hələ ki təbrik edirəm. Mən bir dənə söz deyim, hamıda geyim normaldır, bir dənə gəlində geyim. Heç xoşuma gəlmədi. Bayırdan gələnlər Damaşniklə gəldilər, şap-şapı ilə. Hə. Amma ev sakinləri ayaqqabıda. Yəni bunu eləyirsinizsə, hər bir şey, bizim öz başımıza gələn bir şey olub, bunu da bizə irad tutulacaqsa, ona görə deyirəm, detalların böyük rolu olur. Hətta elə olur ki, aktyor danışmır, rekvizit danışır, detal danışır, kostyum danışır, grim danışır. Sağ ol Rəfai, çox. Susaraq bütün onlar onun nə demək istədiyini deyir. Ona görə də xahiş edirəm detallara fikir ver. Uğur olsun. Sağ ol dostum, təşəkkür ederim. Sağ ol.